Günəşli yaz səhərində meşənin içini gözəl və şirin bir qoxu bürümüşdü. Arılar çiçəklərin üzərində uçur, cırtdan isə havadakı həmin şirin qoxunun haradan gəldiyini anlamağa çalışırdı. Parıldayan balaca arılar meşənin dərinliklərinə doğru uçurdu. Cırtdan və canavar onları izlədikcə meşə daha rəngarəng, hava isə daha şirin görünməyə başladı. Sarmaşıqların və çiçəklərin arxasında gizlənmiş qəribə bir mağara vardı. Qayaların üstündən qızılı bal damcılayır. Mağaranın içi günəş kimi işıldayırdı. Mağaranın içinə daxil olan kimi ayaqları yapışqan bala batmağa başladı. Cırtdan sürüşüb yıxıldı. Canavar isə iri addımları ilə ehtiyatla yeriməyə çalışırdı. Başlarının üstündə çox böyük bir arı pətəyi asılmışdı. Minlərlə bal arısı sakitcə vızıldayır. Mağaranın içərisində havadakı qızılı işıqlar kimi uçuşurdular. Balaca arılar canavarın burnunun ətrafında uçduqca onun burnu qaşınmağa başladı. Canavar asqırmamaq üçün özünü saxlamağa çalışsa da getdikcə vəziyyət çətinləşirdi. Birdən canavar elə güclü asqırdı ki, arılar təşvişə düşdü. Qızılı bal damcıları havada uçuşur, arılar çaşqın halda fırlanır. Cırtdan isə gülməkdən özünü saxlaya bilmirdi. Bir anda arılar böyük sürü halında onların arxasınca uçmağa başladı. Cırtdan və canavar mağaranın içində qaçır, arıların yüksək vızıltısı isə hər tərəfdə eşidilirdi. Cırtdan arıları qorxutmaq əvəzinə böyük çiçək ləçəkləri ilə onları sakitcə yenidən pətəyə tərəf yönəltdi. Bir az sonra mağara yenidən əvvəlki sakit vəziyyətinə qayıtdı. Gün batmağa yaxın dostlar mağaranın qarşısında oturub təzə baldan dadırdılar. Günəş şüaları qızılı balın üzərində parıldayır, meşə isə sakitcə nəfəs alırdı. Bir müddət sonra balaca arılar artıq cırtdan və canavardan qorxmurdular. Onlardan bəziləri canavarın çiçək tacının üstünə qonur, digərləri isə cırtdanın papağının ətrafında uçuşurdu. Bal dolu səbətləri götürən dostlar gün batımında meşədən evə tərəf yollandılar. Arxada isə sehirli bal mağarası sakitcə parıldamağa davam edirdi. Cırtdan ve canavar ile yeni maceralarda görüşene dek.